Məktəbdə oxuyanda çox qızlar incitmişdilər məni və mən başa düşdüm ki, mən güclü olmaq istəyirəm. Kimsə mənə sataşanda mən sözlərlə cavab verirəm. Amma əlbəttə ki, kimsə özü toxunanda ona cavab verirəm. Taylandda olmuşam, Hollandiyada olmuşam. Elə uzaqdan Hollandiya qız gəldi, məşqilik. Mənə həmişə orada dəstək eləmişdilər. Proteinlər, BCC, hər şey, yəni sport qidalar mənə vermişdilər. Amma hələ Bakıda tapmamışam. Yəni kiməsə müraciət eləyəndə heç kim razılaşmır. Burada biraz çətindir.